14 yanvar 2026-cı il həftənin çərşənbə günü və əhalini narahat edən bir xəbəri sizinlə bölüşmək istəyirəm. Bu avtobuslarda gediş haqqı artırılır dəyərli izləyicilər. Bəli, yanvarın 17-sindən etibarən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil ediləcək. Bu barədə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən, yəni Aynadan Axaraza bildiriblər. Məlumata əsasən isə 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcəklər. Sözü gedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasındakı əsas tələbatı qarşılayır, belə demək mümkünsə, və bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Və bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur. Qeyd edək ki, hər zaman ekspres marşrutlarında qiyməti müntəzəm marşrutlardan daha yüksək təyin olunur. İzahat bu cürdə aynadan, amma xatırladırıq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında Neaplan markalı müasir avtobuslar fəaliyyət göstərir. Bir sözlə 10 qəpik artırıldı. Bakı-Sumqayıt istiqamətlərində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarının gediş haqqı. Bu barədə nə düşünürsünüz dəyərli izləyicilər? 90 qəpiyə çatdı. Birazdan 1 manat da ola bilərmi, bilməzmi? Lütfən bu barədə şərhlərinizi yazın. O marşrut xətlərindən istifadə edən sərnişinlər varsa aranızda, lütfən bunun büdcənizə necə təsir göstərəcəyi ilə bağlı fikirlərinizi şərh bölməsində yazın dəyərli izləyicilər.